Soruşursan ki, əgər bir kəs dünyasını dəyişərsə də, bir kişi və yaxud da qadın, deyək ki, kişi dünyasını dəyişib, bir müddətdən sonra qadın dünyasını dəyişir. Olarmı həmin qəbrin içinə həmin qadını da basdırmaq? Kişinin sümüklərini bir tərəfə və yaxud da qadının fərq eləmir. Əsl olaraq budur ki, hərə müstəqil basdırılmalıdır. Hərə müstəqil basdırılmalıdır, hərənin öz yeri olmalıdır. Yalnız zəruriyyət olarsa da, zəruriyyət döyüşlər olur, xəstəliklər olur, yer olmur. Zəruri hallarda belə vəziyyətlərdə birinci kişi basdırılır, sonra torpaq biraz tökülür, sonra uşaq varsa uşaq basdırılır, sonra torpaq, sonra qadın. Bu formada aralarında yəni həciz olur. Hər hansı bir ayrılıq olur da, torpaqla olunur o da. Beləncə bir eləmək. Və həmçinin sümükləri qıraq etmək. Elə bəzi yerlər vardır ki, yer yoxdur. Qəbirstanlıqda qəbri pulla alırsan, başqa yerdə almaq mümkündür. Həmin yerdə ki, uzun müddət keçibsə, qazılıb sümükləri böyrə edib, həmin o kişinin arvadının və yaxud da ki, kişinin ora arvadının yanında basdırmaq olar o formada. Amma bu zəruriyyət olarsa da olunur. Əks halda isə hərə müstəqil olaraq basdırılır. Çünki ölü hörmət olunur, yəni ki, olmaz onu, yəni hətta qəbrini tərpədib incitmək, yəni belə bir söz var. Düzgün olan bir sözdür, yəni hörmətlə yanaşılmalıdır. Gəncə Allah bilir.